Dəyərli izləyicilər, necəsiz? Deməli, mən dözəmədim axırda bir 8 sualdan ibarət Qərbi Azərbaycan aşıqları bir sınaq tərtib elədim. Deməli, əvvəla o məlumatları sizə çatdırım ki, deməli yarımfinala 1150 nəfər keçib, 1150. Onlardan da çox güman ki, keçən kimi 36 nəfər finala yüksələcək. Yəni bu videoya baxanların çox az bir hissəsi olacaq o. Amma bir nəfər niyə siz olmayasınız? Bunun üçün əvvəl demişəm. Səsimi oxuyuram. İcmanın saytını oxuyun. Oradakı məlumatda yazın Qərbi Azərbaycan ərazi, mədəniyyət, mədəniyyətdə o elm və təhsili oxuyun. Nə bilim, o icma saytında hər şey oxuyun, görkəmli şəxsiyyətləri oxuyun. Mən keçən dəfə bu aşıqları oxumamışdım. Aşıq olandan demək olar ki, yazamamışdım. İndi aşıqlar çətin düşmüşdü. Aşıqlara bir şey tərtib eləmişəm. Keçən keçid balı 65 bal idi deyəsəm. 36 nəfərsiz. Mən 85-86 balla finala keçmişdim. Amma yəni bu il həqiqətən biraz çətinləşdi. Keçən ilk dəfə keçiriləydi deyə biraz belə bizim şeyimiz idi. Amma biz də keçən bilmirdik hardan oxuyaq. İcma saytını da bilmirdim. Mən elə oradan oxuyurdum. Deyim, bura yəqin rəsmi saytdır, bura olar. Nəysə, əvvəla onu deyim ki, video like eləyin, kanala abunə olun. Yəni məncə mənə biraz az dəyər verirsiniz. Abunələrim çox gec artıq. Videolarım xoşunuza gəlirsə, yorumda yazın, eləyin, şeylər eləyin də. Əvvəla videonu durdurun. Bu izaha baxın. İzaha baxın nədir? Suala baxın. Sualları işləyin. Sualları işləyin, ondan sonra gəlin izaha baxın. Keçdik izaha. Göyçə bölgəsinə aid saz havalarını seçin, müəyyən edin. Deməli, Göyçə gölü nədir? Göyçə bölgəsiyəm. Mən nə olub bugün bilmirəm. Göyçə Aşıqlar Birliyində müəyyən saz havaları var idi. Hansılar idi? Deyim sizə. Qeyd götürün. Göyçə gölü, Göyçə Qaragözü, Göyçə gözəlləməsi, Köhnə Göyçə, Məhəmməd Söyünü, bir də Nəcəfi. Demək hansılar oldu? 1, 3, 4 A variantı. Güləndamı ilə Çuxurobanı yadda saxlayın. Güləndamı Çuxuroba Ağbaba bölgəsinə aiddir. Ağbabaya. Dərləz mahalının peşəkar aşıqlar kəndləri hansı bətdədir? Bunlar 4 dənədir əsas. Sallı, Hors, Qaraqaya, Qabaqlı. Yəni bu kəndləri yadda saxlamaq. Sallı, Hors, Qaraqaya, Qabaqlı. O digər variantda yazdığım bütün kəndlər də Dərləz mahalının kəndləridir. Onlar da bir toponim kimi yadda saxlaya bilərsiniz. Dərrəçək Lor-Pəmbək aşıqları hansı bətdə düzgün göstərilib? Deməli, Dərrəçək Lor-Pəmbək Aşıq Əsəd, Cahad, A variantındakılar qısası Qaraqoyunludur. Qeyd aparın. A variantındakı Aşıq Əsəd, Aşıq Cahad, Səlim Abdullayev Qaraqoyunludur. Baxın, B variantı Dərləz aşıqlarıdır. Onu da qeyd aparın. Aşıq Paşa, Qul Mustafa, Aşıq Mirzalı. C variantı bizim doğru cavabımızdır. Ozan Heydər, Ozan İbrahim, Fikrət Körpülü, Dərrəçək Lor-Pəmbək aşıqlardır. D variantındakı aşıqlar Ağbaba bölgəsində, onu da qeyd aparın. Y də Ağbaba bölgəsində, D ilə yeni Ağbaba bölgəsində qeyd aparın. Aşıq şəhər duyğunluğu. Bu Ağbaba bölgəsinin aşıq şəhər duyğunluğudur. Deməli, Aşıq Həsən, Aşıq Nuriyə, Aşıq Nuru, Aşıq Şenliyə, Aşıq Şenlik, Aşıq Nəsibə, Kor Nəsibə deyilir. Aşıq Nəsibi isə Aşıq İskəndərlə Faxfur Ağbabalıya şeirlərini ötürüb. Deməli, 1A, 2B, 3C, 4D. Bu formada öyrənin getsin. Yəni Y variantı. Müvafiq mahallara aid aşıqları müəyyən edin. Zəngəzur, Göyçə, Qaraqoyunlu, Dərələyaz, Ağbaba. Deməli, birinci hansı? Ağ aşıq. Ağ aşıq haradır? Ağ aşıq kimdir? Ağ aşıq kim idi? Mənim elimdən çıxdı bir dəqiqə. Aşıq Ələsgərin ustadının adı nə idi? Aşıq Alının onun da ustadı olub. Elə ki, Aşıq Ələsgər ulu ustadı kimi bir şey, nəsə. Aşıq Qəhrəman, Aşıq Ağ aşıqla başladıq Göyçə ilə. Amma bizə birinci Zəngəzur soruşur. Zəngəzur sonra Göyçəni istəyir. Ağ aşıq Göyçədir. Aşıq Qəhrəman Dərləyazdır. Ulu Kərim yazmışam. Ulu Kərim. Ulu Kərim Zəngəzurdur. Aşıq Cəlil Ağbabadır. Xəstə Həsən Ağbabadır. Ulu Kərim B variantında Zəngəzurdur, düzdür. Aşıq Talib düzdür, Göyçədir. Aşıq Talib həm də Aşıq Ələsgərin qardaş oğludur. Kərəm Bəkiroğlu Qaraqoyunludur.
bayaq bax Qaraqoyunluların içinə qeyd aparın. Aşıq Bəhməni Dərləyazdı, Heydər Məmmədov da Ağbabadır. Heydər Məmmədov bir kitab var, 2007-də çap olmuş məsələn. Bu yan Ağbabadır, o yan Çıldır Qars. Elə bir kitab da var. B variantı bizim doğru cavabımızdır. C-yə baxa. Ullu Kərim Zəngəzurdur. Aşıq Ələsgər Göyçədir, hələ ki düz gedir. İdris Məmmədov isə yenə də Göyçədir. Mahmud Ardanışlı da Göyçədir. Kor Nəsib, Aşıq Nəsib Ağbabadır. Şair Ali Hüseyn, Aşıq Mirzalı D variantındakılar ümumiyyətlə şeyə aiddir, Dərləyaza. Səlim Abdullayev hara idi? Səlim Abdullayev Qaraqoyunlu idi. Zodlu Aşıq Ağayar bu Göyçədir. İslam Yusufov da Göyçədir. İxtiyar Qocayev Qaraqoyunlu da Məhər Cəfəroğlu da Ağbabaya aiddir. Deməli cavabımız nə oldu? B variantı. Nümunə ilə bağlı səhv fikri müəyyən eləyək. Niyazlıyam, var ilqarım, tükənməzdi etibarım, gönçəlmiş arzularım, çovğun gördü, şələ düşdü. Cərayını hardan biliyor? Bir misrada 8 neydi? Heca olur. Hə, düzdür. A5 şəklində düzdür. Tükənməzdi etibarım inversiyası var, düzdür. Çovğun gördü, şələ düşdü var. Şeirin son misrası səhvdir, çünki son misra olsaydı mühörbətdə şair adını işlədərdi. Düşdü adlı şeirdəndir, düzdür. Rədifəsi adlanır. 7-də İrəvan bölgəsinə aid sazavlardır, məntiqacı. İrəvan çoxulu, İrəvan gərəlisi, İrəvan gözəlləməsi. O B, C, D, Y var, o da Ağbo bölgəsinin şeylərdir, sazavlardır. Onlar da qeyd aparın. 2018-ci ildə Bakıda 150 il yubilə keçirilən Dərləz mahallında doğulan görkəmli aşığımız Aşıq Cəlildir. Bu qədər notumu oxuyarsınız və yaxşı hazırlaşın, icma saytının üstünü verin, kanala abunə olub like eləyin videonu. Sağ olun.